Elgün kimlərinsə əlində bir futbol topu olub. Orada bir adam olub. Orada iki adam olub. Görüntünü götür də zəhmət olmasa. Orada bir adam olub, orada iki adam olub, orada üç adam olub, orada neçə adamlar olub. Bilmirəm. Amma çox inanıram ki, Azərbaycan polisi onun qatilini tapacaq. Dünən görüntüləri izləmişəm, hələ də özümə gələ bilmirəm. Və ürəyi olan adam özünə gələ bilməz təbii ki. Niyə və nə üçün sualına çoxumuz cavab tapmaq istəyirik. Biz nə qədər ki, belə hadisələrə susacağıq. Evimizin içində yaşayacağıq. Nə qədər ki, belə hadisələrə susacağıq. Ananın fəryadından daha betər fəryad qoparacağıq. Çünki Elgünün nə etməsindən asılı olmayaraq mən bilmirəm o nə edib. Özü ilə apardı o dünyaya. Kim vurdu onu? Kim ölümcül döydü, hər nədirsə bu suallar qarşısında bizim cavabımız yoxdur. Özü ilə apardı o dünyaya. Amma mən ümid edirəm ki, bu işin üstü açılacaq. Hər kim bu işi törədibsə, hər kim ki onu insanlıqdan kənar, düşməncəsinə döyübsə, müxtəlif versiyalar var burada. Çox müxtəlif versiyalar səslənir. Niyə? Çünki yenə də deyirəm. Elgün sualların cavabını özü ilə aparıb. Niyə döyülüb? Nə üçün döyülüb? Və hətta bir insan nə qədər böyük bir suç işləyə bilər ki, onu bu vəziyyətdə döysünlər. Mən təbii ki, Elgünü tanımıram. Mən heç onun ailəsini də tanımıram. Amma tanıdığım, nə bilim, vicdanım var, susmayan vicdanım var və o niyə sualı məni rahat buraxmır. Bir Elgün də mənim evimdə böyüyür. Və mən təsəvvür edirəm və bunu yəqin ki, bir çox valideynlər də təsəvvür edir ki, eyni şey onların övladları üçün yaşanar. Götürə bilərik görüntüləri. Eyni şey onların övladları üçün yaşana bilər. Və biz övladımızın qatilini tapmaq üçün bəlkə də dizin sürünərik küçələrdə. Heç bir cinayət cəzasız qalmır. Və mən inanıram ki, bu cinayət də cəzasız qalmayacaq. Kimin törətməsindən, hansı şəkildə törətməsindən və kimin arxasında kimin dayanmasından heç nə bilmirəm. Sadəcə şərh